Hər kəsə salam. Əkizlərlə bir yerdə səhər yeməyinə gedirik. Bugün ailəli isə fərqli bir səhər yaşamaq istədik. Həm biz istirahət edək, həm də uşaqlar gözəl vaxt keçirsin deyə səhər yeməyinə özəl bir məkana gedirik. Buranın ən gözəl tərəfi uşaqlar üçün oyun otağının olmasıdır. Uşaqlar burada sərbəst oynayır, enerjilərini atır, sosial bacarıqlarını inkişaf etdirirlər. Biz də rahat şəkildə çayımızı içir, bir-birimizlə söhbət edirik və təbii ki, səhər yeməyimizi yeyirik. Uşaqlar üçün belə məkanlar həm əyləncəli, həm də inkişaf etdiricidir. Oynamaq sadəcə əyləncə deyil, öyrənməyin ən təbii yoludur. Onlar oynadıqca özlərini daha azad, daha güvəndə hiss edirlər. Oyun uşaq beyninin laboratoriyasıdır. O oyunda müşahidə edir, sınaqdan keçirir, nəticə çıxarır. Bu səbəbdən psixoloqlar deyir ki, uşaq oynarkən əslində öyrənir. İsti çay, təzə çörək, pendir, bal, kəsmik və uşaqların sevdiyi kiçik şirniyyatlar, sadə amma səmimi bir süfrə. Bu cür anlar uşaqların yaddaşında qalır. Bizim üçün adi görünən bu anlar onlar üçün sevgi və güvənlə dolu bir xatirəyə çevrilir. Gözəl, səmimi, bol enerjili bir səhər. Belə anlar bizə göstərir ki, ailə ilə keçən zamanlar daha dəyərlidir. Uşaqlar xoşbəxtdirsə, biz də xoşbəxtik. Hər günə minnətdarlıqla başlamaq üçün bu cür kiçik, amma mənalı zamanlar bizə kifayət edir. Əsas olan birlikdə olmaqdır. Hələlik görüşərik.